Salam, xoş gördük sizləri. Bu günləri imtahana dəstək məqsədilə litosferdə Azərbaycana qədər olan səyri təkrar eləyəcəyik. Həm testlər üzərində, həm material üzərində. İlk növbədə litosferin girişində biz yer inkişaf mərhələrindən tanış olmuşuq. Yer inkişaf mərhələsinə görə iki mərhələyə bölünür. Planetar inkişaf mərhələsi və geoloji inkişaf mərhələsi. Planetar inkişaf mərhələsi 6-7 milyard il əvvəl başlayır. 2,5 milyard il davam edir. İlkin okean Pantanas'ın yaranmasıyla yekün olurdu. Bu mərhələdə nələr baş vermişdi? Yer bir planet kimi formalaşmışdı. Onun maqnetizm bir xüsusiyyəti yaranmışdı. Kənardan meteorit yağışlar düşməsi azalmışdı. Yerin nüvəsi və mantia təbəqələri yaranmışdı. İlkin yer qabığı yaranmışdı. Kütləvi vulkan püskürmələri baş vermişdi. Və yerin ətrafında karbon qazından ibarət ilkin atmosfer yaranmışdı. Yəni ilk atmosfer, ilk litosfer və ilk okean Pantalas yerin planetar inkişaf mərhələsində baş verdi. Geoloji inkişaf mərhələsi Pantalasın yaranmasından sonra başlayır və 4,5 milyard il davam edir. Bu mərhələdə artıq yer qabığı tam formalaşır. Dağlar, düzəllər, bildiyimiz relyef formaları əmələ gəlir. Canlı aləmi yaranır. Bitki və heyvan qalıqları əmələ gəlir. Pangea qurusu, burada ilk quru parçası Pangea yaranmışdı və ilk okean Pantalas yaranmışdı. Burada isə artıq Pangea Lavrasiya Gondvaniya və onlarda müasir materikləri əmələ gətirir. Həmçinin okeanlarımızda, Pantalas okeanımızda müasir okeanlar əmələ gətirir. Bir sözlə siz planetar inkişaf mərhələsini yadda saxlasaq, geoloji inkişaf mərhələsi yerin geoxronoloji cədvəlində olan hadisələrlə bağlıdır. İndi baxaq test üzərində təhlil eləyək. Ə, deməli, birinci testimiz nə deyir? Yerin planetar inkişaf mərhələsi səciyyəvidir. Materik tipli yer qabığı əmələ gəlmişdir. Bilirik ki, materik tipli yer qabığı 3 təbəqədən ibarətdir. Bazalt, çöhmə, suxur və qranit təbəqələrindən. Amma biz bayaq dedik ki, planetar inkişaf mərhələsində yerin ilkin yer qabığı əmələ gəlmişdi. Yəni yalnız bazalt tipli yer qabığı əmələ gəlmişdi. Qranit və çöhmə suxur əmələ gəlməmişdi. Buna görə də deməli materik tipli yer qabığının əmələ gəlməsi geoloji inkişaf mərhələsinə aiddir. Bu geolojidir. İri neft qaz yataqları yaranmışdı. Bunu da biz geoxoloji cədvəldə görə bilərik. Artıq orada suxurların toplanması nəticəsində, üzvü qalxların toplanması nəticəsində neft və qaz yataqları yaranır. Bu da geoloji inkişaf mərhələsinə aiddir. Yer səthində kütləvi yağışlar başlamışdır. Bəli, Pantalasın yaranmasına səbəb olmuşdu bu yağışlar. Atmosferdəki su buxarının kondensasiyası nəticəsində milyon il ərzində yağış yağmış və Pantalas yaratmışdı. Bu aiddir planetar inkişaf mərhələsinə. Radioaktiv parçalanma nəticəsində mantia maddələri əriməyə başlamışdır. Bəli, ə, radioaktiv parçalanma nəticəsində mantia maddələri əriyir və həmin maddələr yer səthinə doğru çıxır və ilkin nazik yer qabığına əmələ gətirir. Yəni bazalt tipli yer qabığını. Bu da bizim planetar inkişaf mərhələsinə aiddir. Kalite və Hessin dağı ilə gələn mərhələlər isə biz bunu geoxronoloji cədvəldə görə bilərik ki, bu da geoloji dövrə aiddir. Cavabımız 3 və 4. Sonra bu tip suala aid. Yerin geoloji inkişafı ilə bağlı ifadələr doğru deyil. Yerin geoloji inkişaf mərhələləri. Deməli, üzüm əşya çölmə suxurlar biyogen mərhələsində yaranmışdır. Bu doğru fikirdir. Bizdən deyili istəyir olmayanları. Daha qədim suxurlarda tapılan canlı orqanizm qalıqları mürəkkəb quruluşa malik olmuşdu. Bilin ki, daha qədim suxurlar da tapılan canlı orqanizmlər sadə idi deyə, yəni onlar onurğasız canlılar idi. Ona görə hətta biz kriptozoidu gizli həyat dövrü adlandırırdıq. Çünki suxurlarda sümük qalıqları tapılmırdı. Yəni daha sadə quruluşa malik idi. Səhv fikir olduğuna görə ikini götürə bilərik. 3. Cavab platformaların bünövrəsi 2000-yə qədərki dövrdə qoyulub. İndi növbəti slaytlarda izah edəcəm bunu. Cavab platformanın bünövrəsi paleozoy erasında qoyulub. Ona görə 3 də səhvdir. 4. Materik tipli yer qabığı okean tipli yer qabığından daha qalındır. Bəli, materik tipli yer qabığı bazalt, çöhmə, suxur, qranit qatından ibarətdir. Okean tipli də isə qranit qatı yoxdur. Daha qalındır. 4 doğru fikir olduğuna görə götürmürük. 5. Paleozoy erası iki qırışıqlıq mərhələsindən ibarətdir. Xeyr. Paleozoy erasında Kaledon, Hersi və Baykal dağı ilə gəlmə mərhələləri, qırışıqlıqları baş vermişdi. Ona görə bu da yanlış fikir olduğuna görə götürə bilərik. Baykal qırışıqlığı 3 eranı əhatə edir. Xeyr, bu da səhvdir. Baykal qırışıqlığı Proterozoy erası ilə Paleozoy erasını əhatə edir. Yəni 2 eranı əhatə edir. Deməli, səhv cavablarımız 2, 3, 5, 6-dır. Amma düz cavab variantımızda 4 variantla yox, 3 variantla verdiyinə görə doğru cavabları çıxırıq. Yerdə qalan cavabımız bizim doğru cavabımızdır. 1-dən 4 doğru cavablar olduğuna görə 1-4 olanları atırıq. Variantlardan cavabımız eləyir A variantı. Daha sonra keçdik növbəti.
Bu da geoxroloji cədvəlidir. Yəni bu cədvəldə nə görürüksə, onlar geoloji era dediyi yer imkan bəhsi görə planetlərin geoloji imkan bəhələrinə ayrılır. Burada cədvəldə nə görürsə bu geoloji eraya aiddir. İki eonumuz var. Geoxroloji cədvəldə ən böyük zaman vahidimiz eondur. Eondan iki eonumuz var. Kriptorozoik, fanerozoik. Kriptorozoik gizli həyat idi, fanerozoik aşkar həyat idi. Suxur qalıqlar tapılmadı. Sümük qalıqları tapılmadığına görə idi. Yəni onurğası canlıları idi. Kriptorozoik özü iki eraya bölündü. Arxa və proterozoik eralarında bunlarda qədim qırışıqlıqlar yaranmışdı. Yosunlar, bakteriyalar, təklik onurğasıların yaranması baş vermişdi. Həmçinin dəmir filizi və dəmir filizi yataqları yaranmışdı. Paleozoiku 3 eona əhatə edir. Paleozoik, mezozoik, kaynozoik. Paleozoik arasında nə baş verir? Pangea qurusu yaranmışdı planetar inkişaf mərhələsində. Artıq paleozoik arasında Pangea bölündü Lavrasiya və Gondvanaya. Mezozoik arasında isə həmin Lavrasiya və Gondvana quruları bölünüb müasir materikləri əmələ gətirir. Yəni 6 dənə materik. Sonra Paleozoik arasında deməli planetar inkişaf mərhələsində Pantalas yaranmışdı. Pantalasın inkişafından sonra Paleozoik arasında Pantalas daha da inkişaf edir. Pantalasın sahəsi artıb azalır. Amma Mezozoik arasında həmin Pantalas müasir okeanlara əmələ gətirir. Yəni 6 materiklə və 4 okean yaranması Mezozoika aiddir. Pangeanın 2 yerə bölünməsi, Lavrasiya Gondvanaya bölünməsi Paleozoidur. Pantalasın sahəsinin artıb azalması Paleozoidur. Daha sonra canlı aləmdə də kimi dəyişikliklər baş verir. Paleozoik arasında iynəyarpaqlı, çılpaq toxumlu və aydoşəyli bitkilər idisə, artıq Mezozoikdə həmin çılpaq toxumlar, yəni yarpaqlar inkişaf edir, örtü toxumlu bitkilər əmələ gəlir. Canlı aləmdən, heyvanlar aləmindən isə Paleozoik arasında suda quruda yaşayanlar, okeanda ilk balıqlar, quruda ilk bitkilər və onurğasılar yaranıb, Mezozoik arasında məməlilər, quşlar yaranıb, qədim sürünənlər yaranıb, yayılıb, həmçinin dinozavrlar nəsli kəsilməsi də Mezozoik arasında baş verib. Deməli, nə dedik? Pangeada, Paleozoikda Pangea, Lavrasiya Gondvanaya bölündü. Mezozoikda Lavrasiya Gondvana müasir altı materik əmələ gətirdi. Paleozoikda müasir okeanlar Paletolasın sahəsi artıb azaldı. Mezozoikda isə müasir okeanlar yarandı. Paleozoikda çılpaq toxumlu, ay döşəkli və iynə yapaqlı bitkilər yarandı. Mezozoikda isə örtü taxımlı bitkilər idi. Paleozoikda quruda ilk deməli, okeanda ilk balıqlardır, quruda ilk bitkilərdir, onurğasılar yarandı, suda quruda yaşayanlar yarandı, bir-birlərinin arasında keçid oldu. Paleozoikdə məməlilər, quşlar, dinozavrlar, qədim sürünənlər haqqında məlumat aldıq. Kaynozoik arasında nə baş verib? Əsas 4-cü dövr buzlaşması baş verib. Canlı və bitki və heyvanat aləmi məhvə səbəb olmuşdu bu 4-cü dövr buzlaşması. Müasir relyeflər yaranıb, dağlarımız, düzənliklərimiz, cavan dağlarımız. Cavan dağların yaranması Kaynozoik arasında aiddir. Tetis okeanının qapanması baş verib ki, o yeni Aralıq, Qara, Xəzər və Aral dənizləri yaranmışdır. İndi buna aid testə baxaq. Deməli, deyir ki, Kaynozoik, Mezozoik, Paleozoik arasında aid olanlar. Kimmerin qırışıqlığı Mezozoik arasında baş verib bu qırışıqlıq daxilə gəlmə mərhələmizdir. Tetis okeanının qapanması indi dedik ki, Tetis okeanı Kaynozoik arasında da o yerdə Aralıq, Qara, Xəzər və Aral su hövzələri yaranmışdı. Skota, Alin və Çersk dağlarının əmələ gəlməsi Mezozoik qırışıqlığında yaranan ərazilərimizdir. Pangea qurusunun parçalanması, Pangea qurusu hara parçalandı? Lavrasiya Gondvanaya. Lavrasiya Gondvanaya parçalanırsa bu da Paleozoik erasına aiddir. Gondvana materikində buzlaşma baş verməsi, 4-cü dövr buzlaşması baş verməsi Kaynozoik erasındadır. Cavabımız bu şəkildə. Keçdik növbəti slayda. Növbəti slayd mütləq və nisbi yaş haqqındadır. Nisbi yaş suxurların yatma ardıcılığına əsasləndir. Ən altda yatan suxur ən qədim, ən üstdə yatan suxur ən cavan suxur hesab olunur. Mütləq yaşda radioaktiv elementlərin parçalanmasına görədir. Uran, bilirlər ki, uran parçalananda helium və qurğuşuna ayrılır. Helium qaz şəkli olduğuna görə uçur gedir. Qurğuşun suxurun tərkibində qalır. Suxurun tərkibində qalan qurğuşun miqdarına görə suxurların yaşını təyin edə bilirlər. İndi cavablarımıza baxaq. Suxurların mütləq yaşı necə müəyyən olur? Dedik ki, radioaktiv maddələrin parçalanmasına görə. Suxurların nisbi yaşı necə müəyyən olunur? Suxurların yatım ardıcıllığına görə. Və daşlaşmış bitki və heyvan qalıqlarına görə onların yaşını təyin eləmək olar. Daha sonra keçdik növbəti slayda. Deməli, suxurlarımızla bağlıdır yenə.
Təbiətdə yayılan suxurlar maqmatik, çökmə və metamorfik suxurdur. Ən geniş yayılmış suxurlarımız maqmatikdir. Maqmatik suxurlar efuzif və intruziv olur. İntruziv yer səthində çıxmayan, dərinlikdə qalan, bərkiyən suxurlardır ki, bunlar məsafəsiz, ağır və su keçirməyən olurlar. Qranitlər, qabrolar və filizlər aiddirlər. Efuzif isə yer səthində çıxan suxurlardır ki, bunlar yumşaq, su keçirən, məsaməli olurlar. Bazaltdır, vulkan tufu, vulkan şüşəsi, pemza, vulkan külü kimi suxurlar efuzi suxurlara aiddir. Daha sonra yer səthində geniş yayılıb ikinci yerdə metamorfik suxurlar. Metamorfik suxurların yüksək temperatur və təzyiq şəraitində suxurların dəyişməsidir. Qranit qneysə, əhəy daşı mərmərə, qum daşı kvarsitə, kristalli şizfilitə, qrafit almaza, gilli şistə çevrilir. Bu arada qrafit özü də metamorfik suxurdur. Daş kömür qrafitə çevrilir. Daş kömür qrafitə çevrilir, qrafit də albaza çevrilir. Yəni metamorfik suxurdan əmələ gələn metamorfik suxurumuz albazdır. Çevrilmə suxurlar 9,4% ərazidə yayılmışdır. Üzvü və qeyri-üzvü suxurlara bölünür. Üzvü suxurlar əsasən bitki və heyvan qalğanın çürüməsi nəticəsində əmələ gəlir. Onların həyat fəaliyyəti nəticəsində əmələ gəlir. Neft, qaz, tor, fosforit, kömür, yanar şist, əhəd daşı təbii şəraitdir. Qeyri-üzvü mənşələr də kimya və qırıntı mənşələri bölünürdü. Kimya mənşələr kalium düzü, xorək düzü, gips, dolomit, mergel, qırıntı isə çaydaşı, qumdaşı, qum, çınqıl, gilə aiddir. Daha sonra indi bunlara aid testə baxaq. Suxurların qruplaşması. Cədvəl isə suxurların mənşələrinə görə düzgün verilmədiyi sıraları istəyir. Qırıntı, çaydaşı, qum, çınqıl, bəllidir ki, qırıntıdır. Kimyəvi, gips, xorək düzü, dolomit. Bu da kimyəvi mənşəlidir, çökmə mənşəlidir. Üzvü əsasən yanar mənşələrdir. Neft, təbii qaz, torf, doğrudur. Metamorfik, deməli, qranit qneysə, qrafit almaza, gilliş, fırdaşı kvarsitə çevrilmişdir. Bu da metamorfik de doğrudur. İntruziv maqmatik. Burada artıq maqmatik olmağı ilə bərabər şərt qoyub ki, intruzив olsun. Qranit intruzivdir, amma pemza ilə bazalt effuziv suxurlardır. Ona görə səhv sıra 5-ci sıradır. Cavabımız A variantı. Maqmatik mənşəli suxurlar. Buradan da çökmə və metamorfikləri çıxsaq, yerdə qalacaq maqmatiklərimiz. Misal üçün, kvarsit metamorfik mənşəlidir. Qneys metamorfik mənşəli suxurdur. Əhədaşı çökmə mənşəlidir. Gil çökmə mənşəli suxurdur. Cavabımız olur C variantı. Dəmir, mis, nikel. Gilli şistə çevrilir. Qranit qneysə çevrilir. Əhədaşı isə mərmərə çevrilir. Cavabımız C variantı. Növbəti. Keçdik. Aşınma haqqında. Üç cür aşınmamız var. Fiziki, kimyəvi və üzvü aşınma. Fiziki aşınma səhralarda daha sürətli gedir. Çünki temperaturun təsiri ilə suxurlar genişlənir, boşalır və nəticədə fiziki aşınma baş verir. Mexaniki aşınma da deyirik. Kimyəvi və üzvü aşınma isə ekvatorial və mülayim elliklərdə, yəni daha yağıntılı yerlərdə. Kimyəvi aşınma suyun təsirindədir. Üzvü aşınma canlı aləmin təsiri ilə. Su olduğuna görə ekvatorial və mülayim elliklərdə canlı aləmdə zəngindir. Ona görə kimyəvi və üzvü aşınmanın yayıldığı yerlər əsasən yağıntılı yerlərdir, yəni ekvatorial və mülayim. Quşlar fiziki aşınma isə səhralardadır. İndi bizim sualımızda deyir ki, intensiv fiziki aşınma, yəni daha sürətli fiziki aşınma harda gedir? Dedik ki, fiziki aşınma sürətli səhralarda gedir. Səhra əraziləri seçərik. Səhra 1 var burada. Qaraqum Qızılqum səhrasına düşür. Səhra burada Hipson səhrası, Avstraliya mərkəzi səhralarına düşür və səhra burada Liviya səhrası 1, 2, 3 cavabımız D variantı. 5 savanna və seri meşələr subekvatorial iqlim qurşağıdır. 4 ekvatorial iqlim qurşağıdır, yağıntılıdır. 6 ekvatorial iqlim qurşağıdır, yağıntılıdır. Ona görə olmaz. Onlar da kimya və üzlaşınmadır. Cavabımız D variantı. Daha sonra litosfer tavalarına gəldi. Litosfer tavaları şərqə və qərbə doğru hərəkət edirlər. Qərbə doğru hərəkət edən 3 dənə tavalımız var idi. Şimali Amerika tavası, Cənubi Amerika tavası və bizə burada qəşəng dairəli Şimali Amerika tavası qərbə hərəkət edir, Cənubi Amerika tavası qərbə hərəkət edir və Sakit Okean tavası qərbə doğru hərəkət edir. Yerdə qalan bütün tavalarımız şərqə doğru hərəkət edir. Şərqə doğru hərəkət edir hamısı. İndi bu sualda da deyir ki, hansı tavanın hərəkət istiqaməti doğru göstərilmişdir? Bir dənəsi doğru göstərilib. Baxırıq. Bu cavab Amerika litosfer tavasıdır. Qərbə hərəkət edib doğrudur. Naska tavası qərbə gedir. Amma biz dedik ki, Naska tavası şərqə getməlidir. Gördüyümüz kimi. Şimali Amerika tavası şərqə gedir. Biz demişdik ki, qərbə getməlidir. Hind Avstraliya tavası qərbə gəlir. Biz bilirik ki, Şimali Amerika, Cənubi Amerika, Sakit Okeandan başqa digər hamısı şərqə getməlidir. Bu da səhvdir. Filippin tavası şərqə gedir. Bu da daha doğrusu Sakit Okean tavası şərqə gedir. Bu da qərbə getməlidir. Səhvdir. 3 dənə tavamız qərbə hərəkət eləməlidir. Ona görə cavabımız oldu burada 3. Daha sonra
Keçidik növbəti. Havaların hərəkət istiqamətləri. Havaların toqquşma və ayrılma zonları var. Ayrılma zonları divergent zonları adlanır. Burada nələr yaradır? Orta okean dağ silsilələri, rif dərələri, Şərqi Afrika sınmaz olan quruda ayrılma zolağıdır və orada da hors və qrabellər yaranıb. Horslar qalxmalardır, qrabellər enmələrdir. Daha sonra okeanda vulkanik adalar yaranır. En büyük vulkanik adamız da İslandiya adasıdır. E, Paska adası da divergent zonada yerləşir. Paska ilə Galapagos adası. Paska adası Sakit Okean litosfer tavasının Nazca litosfer tavasıdır. Galapagos adası isə Nazca və Kokos litosfer tavalarının aralanma zonasında yaranan adalarımızdır. Bir də var toqquşma zonası. Toqquşma zonası da iki cürdür. Subduksiya və kolliziya zonaları. Materik və okean tipli tavalar toqquşduqda subduksiya zonası yaranır. Materik tipi qalın olduğuna görə okean tipi üstünə çıxır, okean tipi alta gömülür. Nəticədə nə yaranır? Qurda cavan dağlar yaranır, okeanda çökəkliklər və adalar yaranır. Marian Adaları Filippin və Sakit Okean tavalarının toqquşmasından yaranmışdır. Yəni iki dənə okean tipli tavasının toqquşmasından yaranmışdır. Sakit Okean daha ağır olduğuna görə, daha qalın olduğuna görə, böyük olduğuna görə Filippin tavasının üzərinə çıxmış və orada Marian Adaları həmçinin Marian Novu yaranmışdır. Yəni Marian Novunun yaranması iki okean tipli tavanın toqquşmasıdır. Bir də var iki materik tipli tavanın toqquşması. Orada isə artıq yalnız qurda hündür cavan dağ sistemləri yaranır. Məsələn, Alp Himalaya dağ sistemi koloniya zonasına uyğun gəlir. Daha sonra divergent zona dedik ki ayrılma zonasında burada hansı adalar yaranıb. Onları ezber bilseniz konvergent zonaları hiç ezberlemeye ihtiyaç olmayacak. Divergent zonada İslandiya, Azor, Kanar, Yaşılburun, Vozniseniya, Müqəddəs Yelena, Tristan Kunya, Atlantik Okean, Atlantik Okean üzerinde yerleşen divergent adalarda. Sakit Okeanda Galapagos adası, burada Kokos ve Nazca tavalarının ayrılmasında, Pasxa adası, Nazca ile Sakit Okean tavalarının ayrılması neticəsində yaranmışdı. Hava adaları, Saba adaları ise Sakit Okeanın öz daxilində sınma zolağında yaranmışdı. Həmçinin Maskaret və Amsterdam adaları da Hind Okeanında sınma zolağında yaranmış adalardır. Konvergent zonadakı yaranan adalardır ki, yerdə qalan digər adalarımız konvergent sərhəddə yerləşən adalardır. İndi gələk bunun testlərinə baxaq. Deyir ki, sxemdə təsvir olunan vəziyyət nədir? Baxırıq ki, iki dənə toqquşmadır, ikisi yaxınlaşır və hündürə doğru qalxır. Deməli, iki dənə materik tiplidir ki, ikisi də eyni qalınlıqdadır, gəlib bir-birləri sıxırlar, hündürə çıxırlar. Bu koloniziya zonasıdır. Burada qurda hündür dağ sistemi yaranır. Cavabımız da materik tipli tavaların toqquşmasıdır. Amma burada fikir versək, toqquşmadır, amma qurda hündür dağ sistemi göstərir, okeanda isə burada çökəkliyi göstərir. Deməli, materik və okean tipli tavalarının toqquşma zonasına uyğun gəlir. Burada deyir, konvergent sərhəddə yerləşən və divergent sərhəddə yerləşən adaları müəyyən edir. Divergent sərhəddə ən böyük vulkan mənşəmiz İslandiya adasıdır. Daha sonra divergent sərhəddə burada Pasxa adasıdır. Sakit Okeanda 1-4 Nazca ilə Sakit Okean havaların toqquşmasından, ayrılmasından yaranmışdır. 1-4. Toqquşma zonasında materik və materik tipli tavanın toqquşmasına yaranan 2 Apennin dağları, 3 və 5 əraziləri Sakit Okeanın Avrasiya materikinin toqquşma zonasına uyğun gəlir. Cavabımız 2, 3, 5 və 1, 4 olacaq D variantı. Litosfer tavalarının konvergent sərhədlərinə uyğun gələn adlar. Əgər bu şəkildə sual versə, konvergent istəyirsə, divergentə yerləşən adları öyrənsiniz. Divergentləri çıxsa, cavabınız konvergent olacaq. Məsəl üçün, Azor adaları bərk göstərdiyi divergentdədir. Kanar adası divergent zonadır. İslandiya ən böyük vulkan mənşəli adamımızdır, divergentdədir. Daha sonra İslandiya yenə çıxdı. Cavabımız qaldı B variantı, konvergenti yerləşən. Yəni divergenti öyrənsəz, konvergenti rahatlıqla tapa bilərsiniz. Daha sonra gəldi göz siqnalın inkişaf mərhələləri. Birinci mərhələdə yalnız emmə baş verir, emmə nəticəsində çökmə suxur qatı toplanır və qismən metamorfizləşməyə baş verir. İkinci mərhələdə görür ki, artıq aralanıb bir də dağ yaranıb, yəni yer qabığının emməsi davam edir, yəni həm sövzəsi yaranır, həmçinin onunla bir də ayrı-ayrı hissələrdə qalxmalar baş verir. Vulkanizm fəaliyyəti artır, çökmə suxur qatlarının parçalanması çox saylı antiklan və siqnalların yaranmasına səbəb olur. Üçüncü mərhələdə artıq görürsünüz, emmə prosesi dağa belə gəlmə prosesi ilə əvəz olunur. Nəticədə antiklan və siqnallar birləşərək iri dağ sistemlərini əmələ gətirirlər. Dördüncü mərhələdə isə artıq böyük dağlar zəifləyib, yəni endogen proseslər zəifləyib, daxili proseslər, xarici proseslərin təsirində dağların üst qatı aşınıb, alçalıblar. Nəticədə bu gözüklərin inkişafının dördüncü mərhələsi platforma mərhələsidir. Üçüncü mərhələdə hündür dağ sistemləri yarandığına görə cavan dağlarımız geosiqnalın inkişafı üçüncü mərhələsidir. Qədim dağlarımız isə geosiqnalın inkişafının dördüncü mərhələsinə uyğun gəlir. Birinci və ikinci mərhələyə dağ adı demirik. Çünki hələ orada proseslər təzə başlayır. İndi suallarımıza baxaq.
Deyir ki, daxili proseslər zəifləyir. Dedik ki, dördüncü mərhələdə daxili proseslər zəifləyir, xarici proseslər güclənir, dağlar aşılır. Yer qabığının enməsi dağ və əgəmə proseslə əvəz olunur, hündür dağ sistemləri yaranır. Üçüncü mərhələyə aiddir. Yer qabığının böyük bir hissəsi enməyə başlayır. Birinci mərhələdə yer qabığının böyük bir enməsi yaranır və çölün sıxın qatı qalın toplanır. D. Yer qabığının enməsi davam edir, lakin ayrı-ayrı hissələrdə qalxmalar baş verir. Bu da altiklon və siklonların yaranmasını izah edir. İkinci mərhələyə aiddir. Birinciyə C, ikinciyə D, üçüncüyə B, dördüncüyə A uyğun gəlir. İndi dağların yaranması. Kopetdağ cavan dağdır. Doğru. Və cavan dağlarda geosikların inkişafı üçüncü mərhələsinə aiddir. Doğru. Appalaç qədim dağdır. Doğru. Geosikların inkişafı birinci mərhələsi və ikinci mərhələsi heç bir dağ demirik dedik. Ona görə avtomatik olaraq 2 ilə 5-ci variantlarımız səhv oldu. 2 ilə 5-i götürmürük. Daha sonra At dağları cavan dağdır. Doğru. Cavan dağlar geosikların inkişafının üçüncü mərhələsi olmalıdır. Ona görə səhvdir götürmürük. Qafqaz dağları cavan dağdır. Doğru. Cavan dağlar üçüncü mərhələ. Doğru. Ural dağları qədim dağ. Doğru. Qədim dağlar dördüncü mərhələ. Doğru. Cavabımız olacaq. Düzgün verilən sıralar istədiyinə görə 1, 4, 6-cı variantlar. Sxemdə də təsvir olunub. Qalxan hissələr geosiqlallar, enən hissələr, daha doğrusu qalxan hissələr antiklallar, enən hissələr sinklallar. Geosiqlalın qalxan hissəsi antiklal adlanır, enən hissəsi sinklal adlanır. Daha sonra gəldik platformaya. Platforma dedik ki, geosiqlalın inkişafı dördüncü mərhələsidir. Mütəhərrik sahələr, daha doğrusu sabit sahələrdir. Orada zəlzələ vulkan prosesi müşahidə olunmur. Yəni aktiv zona deyil. Qədim ərazilərə uyğun gəlir. Platforma quruluşuna görə kristallik bünövrə platforma örtüyündən təşkil olunub. Platformanın alt mərhələsi kristallik bünövrədir ki, bu da əgər qalxma olarsa, gəlib belə yer səthinə çıxarsa, onda maqmatik süxurları, yəni filiz mənşəli süxurları yer səthinə daha yaxın yerləşər. Kristallik bünövrə maqmatik süxurlardan təşkil olunub, maqmatik və metamorfik süxurlardan təşkil olunub. Ona görə filiz faydalı qazıntılar daha zəngindir burada. Və süxurların yatım ardıcıllığında burada qırışıq yatım formasına malikdirlər. Platforma örtüsü platformanın üst mərtəbəsidir. Çövmə süxur burada qalındır. Süxurlar üfüqlar şəklində yatır, səliqəli yəni. Və çövmə mənşəli faydalı qazıntılarla zəngindir. Neft, təbii qaz, daş kömür. Ona görə platforma örtüyü qalın olan yerlərdə, yəni çöhərliklərdə üz mənşəli faydalı qazıntılar zəngindir. Platformalar yaşına görə qədim və cavan platformalara ayrılır. Qədim platformaların əsası Kembriyə qədərki dövrdə qoyulur. Kembriyə qədərki dövrdə. Amma cavan platformaların əsası isə Paleozoy erasında qoyulur. Baxın, platforma ilə dağı qarışdırmırıq. Cavan platforma deyəndə, cavan platformanın əsası Paleozoy erasındadır. Cavan dağ deyəndə, cavan dağın əsası Kaynozoy erasındadır. Dağ ayrıdır, platforma ayrıdır. Cavan platformamız, iki dənə cavan platformamız var. Turan və Qərbi Sibir. İki dənə cavan platformamız var. Turan və Qərbi Sibir platformaları. Yerdə qalanlar isə qədim platformalardır. Bu ikisini bilsəniz, digərlərini ard eləyə bilərsiniz. Keçək yenə suallarımıza. Deyir platformanın əsas əlamətləri. Hərəsində bir dənə səhv var. Baxaq. Y variantına başlayaq. Bünövrəsi maqmatik süxurlardan təşkil olmuşdur. Yəni kristallik bünövrə maqmatik süxurlardır. Bu isə doğru. Amma seismik cəhətdən faal yazıb. Platforma sabit ərazilərdir. Ona görə səhvdir. İntensiv tektonik hərəkətlər müşahidə olunur. Yəni zəlzələ vulkan deyir, ola bilməz burada. Geosiklal aid xüsusiyyətdir. Geniş seismik ərazilərdir. Xeyr, sabit ərazilərdir. Mütəhərrikdir. Bu da geosiklal sözüdür. Geosiklal yəni hərəkətlidir, mütəhərrikdir. Cavabımız A variantı. Kristallik bünövrə və örtük qatlarla ibarətdir. Yaşına görə cavan və qədim olur. Cavan platformalar dedik ki, Qərbi Sibirlə Turan platformalardır. Xüsusiyyətlərə baxaq. Platformanın alt mərtəbəsi kristallik bünövrədir. Güclü zəlzələlər müşahidə olunur, platformada zəlzələ müşahidə oluna bilməz. Götürmürük B-dir. Yanar faydalı qazıntılar üzüm əşya çökmə süxurlardır ki, bu da platforma örtüyündədir. Akkumulyasiya prosesi çökmə süxurlarının toplanmasını nəzərdə tutur. Çökmə süxurları da platforma örtüyündədir. Maqmatik və metamorfik süxurlardan təşkil olunmuşdur. Kristallik bünövrə maqmatik və metamorfik süxurlardan təşkil olunmuşdur. Keçirik növbətiyə. Burada da yenə testimizdir. Platforma geosiqlarda yerləşən deodasiya düzələr. Deodasiya nədir? Deodasiya yayladır, akkumulyativ ovalıqdır. Deməli, biz əvvəlcə ovalıqları çıxartsaq cavablarımızda, yayları saxlasaq, sonra daha rahat testi təhlil edə bilərik. Deməli, baxırıq testə. A variantında
Hamısı yayla B variantı, hamısı yayla C variantı, hamısı yayla D variantı. Bu testdə hamısı yayla verib bizə rahat olsun deyə, amma ola bilər ki, sizə düşən testlərdə o varaqları da versin. O varaqları çıxsanız, yaylıları saxlasanız deyə döşən düzəylər olacaq. Gəldik geosidralda yerləşən düzəylər. Bunun sxemini qoymamışam bura. Geosidralda yerləşən düzəylər ad Kordilyer geosidral quşağında yerləşən Yukon yaylasıdır, Böyük Hövzə yaylasıdır, Patagonya yaylasıdır. Daha sonra Meksika yaylasıdır. Alp Malay Gölcüklar qurşağında İspaniyanın ərazisində Meseta yaylası, İtaliyanın ərazisində Padano ovalığıdır. Aşağı Dunay ovalığı, Orta Dunay ovalığıdır. Gürcüstanda Kolxid ovalığıdır. Türkiyədə Anadolu yaylasıdır. Azərbaycanda Küraraz ovalığıdır. Qarabağ vulkanik yaylasıdır. İran yaylasıdır. Daha sonra Tibet yaylasıdır. Tibet yaylasıdır. Bunlar Gürcüstanda yerləşən düzənliklərimizdir. İndi bizdən də orada yaylalar istəyir. Deməli, geosignala baxaq elə birinci, ikincisi. Biz Orta Sibir yaylası demədik. Biz Orta Sibir yaylası demədik geosignalda. Daha sonra Əhəqqar şahid dağdır, qədim ərazidə olmaz yerə. Əhəqqar Tibesi Darfur yer olmaz. Deməli, cavabımız qalır C variantı. Meksika yayləsi dediyi Ad Kordilyerdə, Alp Himalayada Anadolu yayləsi, Qarabağ vulkanik yayləsi, Ad Kordilyerdə yenə Böyük Hövzə yayləsi dedik. Yerdə qalanlar da platformaya uyğun gəlir. Cavabımız C variantı. İndi yenə uyğunluq pozulmuşdu dedik. Qərbi Sibir ovalıqdır. Ovalıqsa akkumulyativ düzənlikdir, doğrudur. Və dedik ki, Qərbi Sibir cavan platformadır, doğrudur. Ovalıq olduğu yenə doğrudur. Birinci sırada heç bir problem yoxdur. İkinci, Tibesti şahid dağdır. Əhəqqar Tibesti Darfur Afrikada şahid dağdır. Doğrudur. Qədim platformada yerləşir. Afrika platforması doğrudur. Yüksəklik yazıb. Əhəqqar Tibesti Darfur hündürlüyü 500 metrdən çox olanlar yayladılar. Yəni bu yüksəklik deyil. Yüksəkliyin hündürlüyü 200-500 metr arasıdır. Səhv olduğuna görə 2-ni götürürük. Amazon ovalıqdır, akkumulyativ düzənlikdir, doğrudur. Ovalıqdır, doğrudur, amma cavan platforma yazıb səhvdir, qədim platformadır. Ona görə yeri götürülük, pozulmuş istəyir deyə. Turan, cavan platformadır, doğrudur. Turan ovalıqdır, doğrudur. Akkumulyativ, ovalıqlar akkumulyativ olur, doğrudur, yeri götürmürük. Küraraz, alüvyal düzənlikdir, yəni çay sahil düzənlikdir, doğrudur. Geosignalda yerləşir, doğrudur. Ovalıqdır, doğrudur. Cavabımız oldu. Doğruları istəyir deyə cavabımız oldu burada 2 ilə, daha doğrusu pozulmuşları istəyir deyə cavabımız oldu 2 ilə 3. Sonra yenə uyğunluq pozulmuşdur istəyir. Orta Sibir yayladır, yayladısa derivasyondur və qədim platformada yerləşir, doğrudur. Hündürlük 500 metrdən çoxdur. Əgər yayla deyirsə, yaylaların hündürlüyü 500 metrdən çoxdur. İran derivasion düzənlikdir, geosignalda yerləşir, hündürlüyü 500 metrdən çoxdur. Doğrudur. La Plata ovalıqdır, alüvyal mənşəlidir, çay sahili doğrudur, qədim platformada yerləşir, doğrudur, hündürlüyü 200 metrdən azdır, ovalıqların hündürlüyü 200 metrdən azdır, doğrudur. Küraraz, akkumulyativ mənşəli düzənlikdir, doğrudur, ovalıq olduğuna görə, cavan platformada yerləşir, səhvdir. Çünki geosignaldır, Küraraz ovalığı. Braziliya deodasiya düzənlikdir, yəni yayladır, doğrudur, geosignalda yerləşir, səhvdir, Braziliya platformadır. Və bizdən də burada səhvləri istəyir deyə 4-lə 5-i götürürük. Daha sonra keçdik növbəti slayda. Geotermik pillə və geotermik qradiyent anlayışları. Geotermik pillə təqribən hər 30 metrdə temperatur 1 dərəcə Selsiya artmasıdır. Yəni 1 dərəcə Selsiya artması üçün nə qədər temperatur lazımdır, o dərinlik lazımdır, onu göstərir. Cavan ərazilərdə, yəni cavan dağlar olan yerlərdə, geosignal olan yerlərdə geotermik pillə azdır. Yəni yerin dərinliyində daha tez çatmaq olur aktiv zonalara. Tutalım 20 metr ola bilər, 15 metr ola bilər. 30 metr ola bilər. Amma qədim ərazilərdə daha çox tutalım 50 metr, 60 metr, 40 metr bu şəkildə çoxdur. Məsələsinə baxaq. Birinci bura baxaq. Geotermik pillənin kiçik olduğu ərazilər. Geotermik pillə kiçikdir, deməli, geosiqnallarda, aktiv zonlarda. Geotermik pillə böyükdür platformalarda. Pillə ilə geotermik qradiyent tərs mütənasibdir. Yəni geotermik pillənin kiçik olduğu yerdə geotermik qradiyent böyükdür. Geotermik pillə böyük olduğu yerdə geotermik qradiyent kiçikdir. İndi baxaq. Burada aktiv zonada bayaqlar dediyimiz düzənliklərdən. Birinci aid Meksika yaylası var idi. İran yaylası vardı, Hindu quş dağları vardı. Geotermik pillə böyükdür, qədim ərazilərdir. Qədim ərazilərimiz La Plata ovalığıdır, Cənubi Amerika platformasıdır və Orta Sibir yaylası da Sibir platformasında yerləşir. A, D.
Və məsələlərinə baxaq. Yer qabuğu 165 metr dərinlikdə, temperatur 30 dərəcə Selsidir. Burada temperatur 30 dərəcə Selsidir. Və 99 metr dərəcədəki temperaturu hesablayın. Buradakı arada neçə metr fərq var? 66 metr fərq var. Biz də bilirik ki, hər 33 metrdə təqribən, əgər bizə bu şərtdə verir ki, təqribən hər 30 metrə 1 dərəcə Selsi dəyişir. 30 metrə 1 dərəcə Selsi dəyişirsə, 66 metrə nə qədər dəyişəcək? 2 dərəcə Selsi. Və yer səthinə yaxınlaşdığına görə 0 metrə yaxınlaşır hündürlüyü, dərinliyi. Ona görə temperatur azalmalıdır yer səthində də olur. Yerin dərində də onun temperaturu artır. 30-da da 2 çıxırsınız, temperatur 28 dərəcə Selsi eləyir. Daha sonra keçdik növbəti slayda. Geotermi, deməli, geosiqnalın, daha doğrusu dağımla gəlmə mərhələləri baxaq. Alp qırışıqlığı əhatəli Kalozeyrasında, Kimmerin qırışıqlığı və yaxud Mezun qırışıqlığı Mezozeyrasında, Paleozeyrasında 3 dənə qırışıqlığı baş verir. Baykal, Kaledon, Hersi qırışıqlıqları. Baykal qırışıqlığı gördüyümüz kimi 2 dənə eranı əhatə edir. Proterozoy və Paleozoyralarını əhatə edir. Axı erasında isə dağımla gəlmə demirik, yəni Baykal qırışıqlığı əvvəlki dağ belə gəlmədi. Paleozoy erasında qədim dağlardır. Mezozoy erasında da yaşına görə qədim dağlardır. Kaynozoy erasında yaşına görə cavan dağlardır. Qədim dağlara paleozoy yaşlı dağlar Appalat, Skandinaviya, Ural, Altay, Sayan, Tiaşan dağları, Kap, Əjdaha dağları və Böyük Sarıtı dağları göstərə bilərik. Mezozoy erasında Şimali Amerikada Kordilyer dağları, Verxoyas, Çersk, Sxote Ali, Tibet, Kullu dağları. Kaynoz arasında yaranan dağlarsa sahil silsiləsidir, Ant dağlarıdır, Afrikada yeganə cavan dağ Atlas dağlarıdır, Piriney, Apnenim, Dinar, Balkan, Alp, Qafqaz, Po, Tavr, Elbrus, Balkan, Hindukuş, Pamir, Qaraqorum, Himalay, Köpək dağlar cavan, yaşına görə cavan dağlardır. İndi test üzərində buna baxaq. Alp dağı məqəməsində yəni səndən cavan dağları istəyir. Qədimləri çıxarsa. Məsələn, Appalat qədim idi. Şimali Amerikada. Kap Afrikada qədim dağ idi. Tian Asiyada qədim dağ idi. Ural Avropa ilə Asiyanın sərhədli qədim dağ idi. Cavabımız elədir. Karpat, Atlas, Pamir, Alt dağları. Dağ-belə gəlmə məhəllələrinə uyğun dağları istəyir. Deməli, Alp dağlar, Alp qırışıqlığına cavan dağlara aiddir. Cavan dağlar burada Ant və Atlas dağları, Pamir və Karpat dağlarıdır. Yəni üçə deyinəyi yer uyğun gəlir. Hersi, Kaledon Hersi yaşlar Paleozoy yaşlıdır, yəni qədim dağlardır. Böyük Xiqa və Böyük Suardi dağlardır. A və Qayalı dağlar C. Kimmer qırışıqlığında isə Kimmer qırışıqlığında isə daha doğrusu burada Qayalı dağlar Mezo qırışıqlığı. Kimmer qırışıqlığında isə yaranıb Sxote Ali dağları və Qayalı dağlar, yəni Kordilyer dağları Kimmer qırışıqlığına aiddir. Cavabımız 1A, A, 2, B, C, 3 isə D yeyilir. Mezo erasında yaranan dağlarımız, Mezo erasında yaranan Verxoyas, Çersk dağlarımız. 15-ci suala baxaq. Verxoyas dağları, Mezo qırışıqlığı, Kimmeri dağa belə gəlmə mərhələsi Avrasiya materiki doğrudur. Appalat dağları Şimali Amerikada Kaynozoyu, Paleozoy yaşlıdır. Atlas dağları Afrikada Paleozoyu, Afrikaya yeganə cavan dağıdır, Kaynozoy yaşlıdır. Alt dağlar Cənubi Amerikada qədim dağ yoxdur, Kaynozoy yaşlıdır. Pamir dağları Avrasiyada Kaynozoy arasında yaranıb alt qırışıqlı mərhələsinə aiddir. 1, 5 doğru sıralarımız. Daha sonra keçid növbəti slayda ən çox zəlzələ baş verir seismik zonlarda. Zəlzələnin mərkəzi hipocentr, onun yer səthindəki proyeksiyası episentrdir. Və zəlzələnin ən çox baş verdiyi ərazilər Meksika, Kolumbiya, Peru, Çili, İspaniya, İtaliya, ABŞ, Portuqaliya, Türkiyə, Azərbaycan, İran, Nepal, Yeni Zellandiya, Yaponiya, Tacikistan kimi ölkələrdə daha çox baş verir. 28-ci suala baxaq. 1. Zəlzələ ocağı hipocentr, onun yer səthindəki proyeksiyası isə daha doğrusu deməli burada baxırıq. Zəlzələ yer səthindəki zəlzələ ocağı hipocentr, yer səthindəki proyeksiyası episentrdir. İndi bu şəkildə də 1 hipocentr, onun yer səthindəki proyeksiyası isə episentrdir. Yəni 2 episentrdir. Burada da cavabımız A variantı. Zəlzələnin zəif müşahidə olduğu, yəni aktiv müşahidə olunan zonalar çıxsa zəiflər qalacaq. Meksikada aktiv zəlzələ zonasıdır. İtaliya aktiv zəlzələ zonasıdır. Daha sonra İran Göy-Siqnalda yerləşən aktiv zəlzələ zonasıdır. Nepal aktiv zəlzələ zonasında Alp-Himalay Göy-Siqnal qurşağına düşür. Cavabımız Norveç, Avstraliya, İrlandiya, Belçika zəif zəlzələ müşahidə olunan yerlərdir. Neotektonik zəlzələ müşahidə olunan yerlərdir. Zəlzələ vulkan hadisələri, paleotektonik isə müşahidə olunmayan yerlərdir. Yeni Zelandiyada da bilinir ki, həm Sakit Orduqosunda düşür, həm orada Ruapexon vulkanı var. Olmaz. Padan ovalığı Göy-Siqnalda yerləşən düzənliyi idi, yenə səhvdir.
Daha sonra gəldik bu sıraya baxaq. Kamçatka yarımadası neotektonikdir, çünki orada Klüç vulkanı var. Orta Sibir yaylası isə platformadır, yəni paleotektonik doğru. Meksika yaylası geoşiklanda yerləşir, Madagaskar adası platformadır. 2-4 doğru. Böyük su harici dağları qədim dağlardır, yəni paleotektonikdir. Avstraliyada vulkan zəlzələ yoxdur, ona görə səhvdir. Anadolu yaylası geoşiklanda yerləşən düzənlikdir, yəni neotektonik proseslər müşahidə olunur. Daha sonra gəldik. Şimal yarımkürəsində, daha doğrusu vulkanlara baxsaq yerləşdiyində, şimalda yerləşən vulkanlar hansılardır, cənubda yerləşən vulkanlar hansılardır? Fikir versəz, Cənubi Amerikada bir də şimalda yerləşən vulkanımız Ruisdir. Afrikada şimalda yerləşən vulkanımız Kamerundur. Bunlar şimalda yerləşənlər də şimaldadır. Cənubdakılar da cənubda. Kilimanjaro vulkanı cənubda yerləşir. Kamçatka yarımadasında Kulyuçu vulkanı var. Yapon adalarında Fujiyama və Aso vulkanlarıdır. Filippin adasında Pinatubo ve Apo vulkanlarıdır. Daha sonra e, Rainier Shasta vulkanları ABŞ ərazisində. Hava adalarında Mauna Kea, Kauai vulkanlarıdır. Sonra İtalya'da Apeni Yarımadası'nda Vesuvi, Sicilya adasında ise Etna vulkanlarıdır. Kilimanjaro Afrikanın en hündür vulkanıdır. Japonya'da Şimal adasında Ruapehu vulkanıdır. Lulyaku en hündürde yerleşen vulkanımızdır. Bunlar bizim vulkanlarımızdır. İndi keçdik növbəti slayda vulkanlarla bağlı olan suallarımıza cavab verək. Şimal yarımkürəsində yerləşən vulkanları istəyir. Bayaq dedik ki, Afrikada Kilimanjaro, Cənub yarımkürəsindədir. Həmçinin orada dedik ki, bir də Kamerun vulkanıdır Şimal yarımkürəsində. Ona görə getdi. Erebus terror Antarktikada yerləşən vulkandır. Yəni Cənub yarımkürəsində yerə getdi. Kilimanjaro Cənub yarımkürəsində yerə getdi. Erebus terror Cənub yarımkürəsində yerə getdi. Antarktidada. Vezuvi Apeni yarımadasında, Hekla İslandiya adasında, Fujiyama Yapon adasında Şimal yarımkürəsində yerləşən vulkanlarımız. Cənub yarımkürəsində yerləşən vulkanlar istəyir. İndi Fujiyama Yapon adalarında şimal idi. Etna Sicilya adasında şimal yarımkürəsindədir. Daha sonra Vezuvi şimal yarımkürəsində Apeni yarımadası, Vezuvi Apeni yarımadası. Cavabımız C variantı. Cotopaxi dağları vulkanı alt dağlarda, Kilimanjaro Afrikada, Erebus Antarktidada. Daha sonra Etna vulkanı verilmiş vulkanlara oxşacaqdır. Etna Sicilya adasında yerləşən vulkanımızdır, İtaliyanın ərazisində. İndi baxaq, Vezuvi vulkanı ilə oxşacaqdır. Deyir yarımadada yerləşir. Xeyr, Vezuvi yarımadada yerləşir, amma Etna adadadır. Fəaliyyətdə olan vulkandır, bəli. Litosfer tavanların konverge sərhədi, bəli, iki dənə materik tavanın toqquşma zonasıdır. Pinatubo vulkanı Filippində şimal adasında yerləşir. Adada yerləşir, Etnada adada yerləşir, doğru. Alp Himalaya dağlıq sistemində deyil. Bəli, Pinatubo Sakit okeanda, amma Etna Alp Himalaya deyə fərqli xüsusiyyətlərdir, getdi. Şimal və şərq yarımkürəsində yerləşirlər. Etnada, Pinatuboda şimal yarımkürəsində və şərq yarımkürəsində doğru. Daha sonra geldik Hekla vulkanına. Litosfer tavalar divergetti. Etna dedi ki konvergetti. Olmaz. Litosfer tavaların okean tipi yer kabına malik olan hissəsində yerləşir. Xeyir. Etna vulkanı iki materyal tipi tavanın toqquşmasıdır. Avropa qitəsində yerləşirlər. Bəli, Hekla İsland adasındadır. Etna Sicilya adasındadır. Birinciyə 2, 3, ikinciyə 4, 6, üçüncüyə 9. Cavabımız D variantıdır. Daha sonra keçdik növbəti slayda. Ölçülərə görə relyef formalarında ən nəhəng planetardır. Mega makro, planetar mega makro endogen qüvvələri təsirlə yaradır, yerin daxili birləşir. Mezo mikro isə eksogen qüvvələri təsirlə yaradır, yəni xarici qüvvələr. Endogen proseslər morfostrukturlar adlanır, eksogen proseslər nəticəsində yaradır, morfostrukturlar adlanır. İndi baxaq növbəti slaydımıza, testlərə. Planetar dedik ki, ən nəhənglərdir. Ən nəhənglər dağ sistemləridir, orta okean silsilələrdir. Yəni planetara aiddir Ant Kordilyer dağ sistemi. Mega böyük dağlardır, Kordilyer dağları. Makro meqanın hissələridir. Kordilyer dağları hissələri olan qayalı dağ silsiləsi, yəni silsilələr. Mezo isə ən kiçik relyef formalarında yarğanlar qopular. Mikro ilə mezo. Cavabımız olacaq 1-ə C, 2-yə B, 3-ə A, 4-ə D. Daha sonra morfostrukturlar, morfoskulpturlar. Morfostrukturlar dedik ki, endogen qüvvələrdir. Yəni planetar, mega, makro. Bura aid olan endogen qüvvələri səbəblə qırışıq dağlar, yəni cavan dağlar, dağ arası çökəkliklər, həmçinin orta okean silsilələri. Morfoskulpturlar isə xarici qüvvələri təsirlə, yəni yarğanlardır, çay dərələridir, çay dərələri formalar və morentirələri buzlaqların fəaliyyətlə yanında böyülük çoxaltı. Cavabımız B variantı. Eksogen yerin xarici qüvvəsi, yəni dediyimiz kimi xarici qüvvə, abrazion terraslar dağların təsirində yaradır. Eksogen, okean novları yerin daxili qüvvəsidir, endogendir. Gətirmə konusları çayların fəaliyyəti də eksogendir. Qobular yenə eksogen relyef formalarına aiddir. Vulkan kraterlər isə yerin daxili qüvvəsi hesabına endogen proseslərə aiddir.
Daha sonra keçdik. E, Dedik ki, ovallar hündürlüğü 200 metrə qədər, yüksəklər 200-500 metr, yaylılar isə 500 metrdə yüksək olanlardır. Qranit qata malikdir. Bunlar hamısı materik bir yer qabığında yerləşdiyə görə materik bir yer qabığı qranit qata malikdir. Oxşar xüsusiyyətdir. Çölmə sıxır qatı nisbətən nazikdir. Yaylalarda çünki kristallik bir növrə qalın olduğunu, yer səthədən çıxdığına görə orada çölmə sıxır qatı nazik olur. Əsas akkumulyasiya nəticəsində yaranır. Yəni toplanma nəticəsində çölmə suxurların toplanması. Çölmə suxuru da qalın ovalıqdır. Üzüm əşyan faydalı suxurlar çölmə suxurlarda yaranır. Ovalıqlara aiddir. Fiz faydalı qazıntılar maqmatik metamorfoz suxurların olduğu yaylalara aiddir. Filizlər yaylılardır. Üzü və şəri suxurlar ovalıqlardır. Quru səthində əsas hamar relyef formalardır. Düzəyliklərin xüsusiyyətləri də düzəyliklər ovalıqlar, yüksəklər yaylara bölünür. Düzəyliklər deyir ki, yer səthində hamar relyef formaları. Yəni üçüncüyə də 1, 6 cavabımız Y variantı. Akkumulyativ düzəyliklər. Düzəyliklər məşəli akkumulyativ və denodasiyon olur. Akkumulyativlər ovalıqlardır, denodasiyonlar yaylılardır. Baxırıq. 4 Braziliya yaylasıdır. Yayla dediksə denodasiyondur. 1 Əhəqqar yaylasıdır. Yenə denodasiyondur. 6 Böyük Çin düzənliyidir. Ovalıqdır. 5 yayladır, yenə olmadı. 2 Qərbi Sibir düzənliyi ovalığıdır, yəni ovalıqlar akkumulyativdir. 3 Meksika deməli Meksika yağlı ovalıqdır ki, bu da ovalıq dediyimizə görə götürürük. 2, 3, 6. Yəni ovalıqlarımız akkumulyativ mənşəlidir. Burada isə denodasiyon işidir. Yəni yaylar. Braziliya yaylasıdır. Deməli, bu Tibet, Əhəqqa Tibet tərəfinə uyğun gəlir. Yəni Afrikanın şahid dağlarına. Daha sonra burada Qərbi Avstraliya yaylasıdır. Denodasiya mənşəlidir. Böyük Çin düzənliyi ovalıqdır, akkumulyativdir. Qərbi Sibir ovalıqdır, akkumulyativdir. Meksika yağını ovalıqdır, akkumulyativdir. Olmaz. Cavabımız 2, 3, 6-dır. Sonra keçdik növbəti slayda. Okean dibinin relyefi. Yadımızda saxlayırıq. Materik dayazlığında qranit qatı var, materik yamacında qranit qatı var, materik ətəyində qranit qatı yoxa çıxır. Materik dayazlığında çölmə suxur qatı qalındır, çölmə suxurlarla örtülmüşdür. Materik yamacı isə artıq çölmə suxur qatı nazikləşir, meyilliyi çox olduğuna görə. Okeanların əsas hissəsini tutur abissal düzənliklər. Orta okean silsilələri okean dibində yerləşən ən hündür dağlardır. Okean dağları isə ən dərin yerlərdir. Ən az sahə tutur həmçinin okeanda. İndi baxırıq bunlara aid olan xüsusiyyətə testlərdə. Materik və okean havalarının toqquşma zonasında yaranır. Materik və okean tipi havaların toqquşması nəticəsində demişdik ki, quruda hündür dağlar, okeanda isə adalarla okean novları yaranır. Yəni okean novlarına aid xüsusiyyətdir. Çölmə suxurların qalınlığı okeanın kənar hissələrə nisbətən daha çoxdur. Çölmə suxurların qalınlığı daha çox olan bir şəkil düzəklərdə, bir də abissal düzənliklərdə. Okean tabanlarının aralanma sərhədində vulkanizm və seysmiklik ilə seçilir, yəni divergen zonu. Divergen zonunda yaranır orta okean dağları. Okean dibinin əsas hissəsi tutur abissal düzənliklər. Ən böyük okean dibinin relyef formasıdır. Və okeanın daha çox mənfəsələn sahələridir. Daha çox mənfəsələn sahələri heç bir aid deyil. Materik dayazlığı və yaxud şef zonasına aid olan xüsusiyyətdir bu. Daha sonra keçdik növbəti xüsusiyyətə. Eksogen relyef formaları deflyasiya yolu küləyin fəaliyyətdə yaranır. Barxan, düyün, qum təpəsi, qum tirəsi bunlar səhralara uyğun gəlir əsasən. Eksorasiya borellər, karlar, siklər, troqlərləri şimal buzlu okean və Antarktida buzdağlarına, həmçinin dağlıq, qar xəttindən yuxarıda yerləşən dağ zirvələrinə uyğun gəlir. Daimi axarlar çayların fəaliyyəti nəticəsində yaranır. Deltalar, estuarilər, teras, kanyon, meandr, şəlalə əslində abraziya dalğaların fəaliyyətində yaranan sahil formalarıdır. Yeraltı suların fəaliyyətində kars mağlı, kars relyef formaları yaranır. Xüsusən də yumşaq suxurlardakı yollar. Bunlar əhədaşı, mergel, dolomit suxurlarında yaranırlar. Ayrı denodasiyon relyef formaları isə müvəqqəti axar sular, yəni qəfil gələn leysan yağışları səbəbilə yaranır. Yarğan qovu belirtlərdir bunlar da. İndi bunların testlərinə baxaq, uyğunlaşdırmalarına. Uyğunluğu müəyyən edək. Kanyonlar dedik ki, kars prosesləri nəticəsində yaranır. Yeraltı suların yuyulması nəticəsində. Troq dərələri eksorasiyada buzlaqların fəaliyyəti nəticəsində yaranır. Mağaralar, deməli, mağaralar, daha doğrusu burada kanyonlar çayların fəaliyyəti nəticəsindədir. Mağaralar, kars mağaralarımız var. Kars prosesləri nəticəsində yaranan mağaralarımızdır. Kanyonlar çayların fəaliyyəti nəticəsində yaranır. Çayların suxurun yuyub aparması nəticəsində, yəni eroziya prosesləri nəticəsində yaranır. Daha sonra uyğunluğu müəyyən düyünlər.
Düyü səhrada yaranır. Səhrada yaranan relyef formalarımız eol proseslərdir, küləyin fəaliyyəti nəticəsində. 1-ə B. Mağaralar yenə karst prosesləri nəticəsində yarana bilər, karst mağaraları. Sitlər isə eksorasiya buzlaqların fəaliyyəti nəticəsində yaranan relyef formalarıdır. Çayların dağıdıcı fəaliyyəti var, yaradıcı fəaliyyəti var. Yaradıcı çayları neysə toplayırsa, suxurları toplayırsa o da yaradıcı olur, dağıdırsa olur dağıdıcı. Yaradıcı fəaliyyətdə ait gətirmə konusları, dağ düzəliyə çıxdığı yerdə topladığı suxurlardır və deltalar, çay ətəyində çökdürdüyü çöküntülərdir. Digərləri Astana çayın dağıcı fəaliyyətidir, şəlalə dağıcı fəaliyyətidir, Kars mağaraları dağıcı fəaliyyəti, suxurları dağıtması nəticəsində yaranır. Daha sonra xarici qüvvələri təsirlə yaradan relyef formaları, yəni eksogen, endogenlər çıxmalı. Siklonlar geosiklonlara aiddir, yeri daxili qüvvəsidir. Daha sonra antiklonal da geosiklonlara aid bir termindir. Endogen qüvvələri təsirlə yaranır. Vulkan kraterləri də endogen qüvvələri təsirlə yaranır. Tronq dərələr buzlaqlarındır, yarğanlar müvəqqəti axarlarındır, qobular müvəqqəti axarlar, fiordlar abrazion relyef formalarıdır, dalğaların fəaliyyətidir, eksogen və barxanlar küləyin fəaliyyəti eol, gətirmə konusları isə çayların daimi axarlı suların əmələ gətirdiyi relyef formalarıdır. Bir də daxildə ümumi bir test qoymuşuq. Buna da baxaq. Deməli, Əhəqqar Efiopiya əyaləsi Şərqi Afrikaya. Nil çayının ən böyük sağ qolu buradan başlayır. Efiopiya əyaləsində Tana gölündən götürülür. Mavi Nildən söhbət gedir. 2-yə A. Daha sonra fəaliyyətdə olan vulkanlara rast gəlinir. Fəaliyyətdə olan vulkanlar Şərqi Afrika əyaləsində Klimanjaro vulkanıdır. 3-ə B. C. Skal temperatur amplitudu daha böyükdür. Səhraya uyğun gəlir ki, böyük səhrada yerləşir bu Saxara səhrasında Əhəqqar əyaləsi. 1-ə C. Materikin ən hündür nöqtəsi Klimanjaro vulkanıdır ilə Şərqi Afrika əyaləsində 3-ə D. Teodosiya və Şimal nəticəsində şahid dağlardır. Şahid dağlarımız Əhəqqar, Tibesti, Darfurdur. 1-ə C ilə Y uyğun gəlir. Daha sonra geçirik 132-ci suala. Kaledon və Hesi qırşığında yaranıb. Atlas dağları cavan dağdır, Verxoyas da Kiber qırşığında yaranıb. Yəni heç bir aid olan xüsusiyyət deyil bu A variantı. B variantı bir neçə ölkənin arasında yerləşir. Atlas dağları bir neçə ölkənin, Verxoyas dağları isə yalnız Rusiyanın ərazisindədir. Deməli 1-ə B uyğun gəldi. Kiber qırşığında yaranmış Verxoyas silsiləsi. Verxoyas Chester, Sxota, Aledi, Tibetdi, Kulundur. Bir de Kordilyer dağlarıdır. Bunlar Kiber qırşığına aid idi. İllik temperatur amplitudu daha böyükdür. Kontinental iqlimdə yerləşdiyi görə Verxoyas silsiləsinə uyğun gələr. D variantındadır. D. Fosforit ehtiyatları ilə zəngindir. Atlas dağları fosforit ehtiyatları ilə zəngin olan zonadır. Bu da litosferə aid Azərbaycana qədər qısa təkrar videomuz.